Salam, hər vaxtınız xeyir. Bu dəfə web proqramlaşdırma ilə davam edirik. Web proqramlaşdırma nədir? Birinci ondan başlayaq. Web proqramlaşdırma hər hansı gördüyümüz saytın belə deyək də qurulmasıdır. Yəni hər hansı bir sayt öz başına yaranmır və yaxud çox bəsit olaraq yaranmır. Onun üçün xüsusi proqramlardan istifadə olunur və onun üçün də təbii ki web proqramlaşdırma bölməsini bilmək lazımdır. Saytın hazırlanma mərhələlərindən başlayaq. Elə saytın hazırlanma mərhələləri aşağıdakı bu altın layihədir. Mərhələdir. Deməli, birinci layihələndirmə. Layihələndirmə nədir? Deməli, belə deyək də, ilk olaraq layihə meneceri və yaxud müəllifi tərəfindən layihə haqqında ətraflı məlumatlar toplanılır, qarşıya müəyyən məqsədlər qoyulur və buna uyğun büdcə planlaşdırılır. Yəni, işin mənfi müsbət cəhəti və maliyyə cəhətdən uyğunluğu belə deyək də təsvir olunur. Layihənin digər mərhələlərinin düzgün yerinə yetirilməsi texniki tapşırığın dolğun və doğru hazırlanmasından əsaslı olaraq asılıdır. İkinci mərhələ gəlir dizaynın hazırlanması. Təbii ki, bir sayt yaranırsa, onun ilk öncə olaraq kağız üzərində onun dizaynı verilməlidir eskizlər formasında. Həmin bu, yəni sifarişçiyə gələcək saytın bir neçə dizayn variantı təqdim olunur və uyğun olan seçilir. Üçüncü səhifəli maketlərinin qurulması. Bu dizayn maket əsasında HTML və yaxud CSS dillərində belə səhifənin görünüş forması proqramçı tərəfindən yaradılır. Dördüncü servislərin proqramlaşdırılması. Burada artıq statik mətn və qrafik informasiya ilə yanaşı saytda müxtəlif formalar. Məsələn, istifadəçinin qeydiyyatı, qonaq istifadə üçün formalar ola bilər və yaxud hər hansı video və ya cədvəllərin əlavə olunması, qeydiyyat formaları, forumlar və sair. Bunlar artıq kodlaşdırma ilə proqramçı məşğul olur. 5-ci saytın nəşri və onun informasiya ilə doldurulması. Saytın nəşri deyəndə artıq yaradılmış veb-sayt uzaq serverlərə köçürülür və sayt idarəetmə paneli vasitəsilə məzmunlar daxil edilməyə, yəni saytda olacaq məlumatlar artıq doldurulur. Yəni nə hansı məlumatlar olacaqsa saytda həmin məlumatlar yazılır. Altıncı isə layihənin müşahidə olunması və texniki dəstəyidir. Burada layihənin müşahidə olunması o deməkdir ki, artıq sayt istifadəyə verilir. İstifadəçilər tərəfindən mənfi və müsbət cəhətlər araşdırılır. Əgər mənfi cəhətlər varsa, onları dövrün tərəfindən uyğun olaraq belə deyək düzəldilir, sazlanır. Hər bir layihə təbii ki, özündən əvvəlki mərhələdən asılıdır. Yəni bir mərhələ bitmədən digər mərhələ başlaya bilməz. Təbii ki, biz veb səhifələr yaratmaq üçün bir neçə üsuldan istifadə edə bilərik. Birinci mətn redaktorlarıdır. Notepad, WordPad və yaxud mətn prosessorları, Microsoft Word, OpenOffice Writer və ya xüsusi proqramlar, HTML redaktorlar, xüsusən də VS Code, Sublime Text, Adobe Dreamweaver və s. və s. Avtomatlaşdırılmış veb səhifə hazırlayan proqramlar var. Onlar da ki YAX, WordPress və Yukos proqramlardır. Sayt yaratmaq üçün ilk növbədə saytın məzmunu və strukturu müəyyənləşməlidir. Hər bir sayt başlanğıc olaraq, ilkin olaraq .html bitinə, HTML fayl sonluğu ilə bitir. Index.html məsələn. Bir qayda olaraq bu fayl veb saytın başlanğıc səhifəsini, yəni boş home page-ni yaradır. Buna səbəb serverlərin susmaya görə bu adda fayl axtarmasıdır. Başlanğıc səhifə ilk növbədə saytın nə haqda və yaxud hansı mövzu haqqında olduğunu əks etdirməlidir. Daha sonra bunun üçün baş səhifədə saytın adı və ya aid olduğu qurumun loqosu, saytın mövzusuna uyğun qrafik və ya video görüntülər və s. də yerləşə bilər. Ümumiyyətlə hər bir sayt adətən bu 4 belə xarakterdən ibarət olmalıdır. Səhifənin yuxarısında saytın başlığı olmalıdır. Adətən səhifənin yuxarı və ya sol hissəsində baş menyu olmalıdır. Yəni orada artıq səhifə hansı hissələrdən ibarətdir orada yerləşir. Fon, yəni arxa fonu olmalıdır onun və səhifənin aşağı hissəsində də digər sosial, məsələn YouTube varsa YouTube və yaxud Instagram, WhatsApp nömrəsi varsa, bunlar da oradan qeyd olunmalıdır. Keçirik nəyə? 15.1-in müstəqil qiymətləndirmə tapşırıqlarına.
Texniki tapşırıq hansı mərhələdə həll hazırlanır? Texniki tapşırıq biz demişdik ki, ən birinci mərhələdə idi. Burada da qeyd olunub layihələndirmə mərhələsində. Hipermətn nədir? Hipermətn veb səhifədə böyük ölçülü mətndir. Başqa sənəd veb səhifədəki ixtiyari mətndir. Veb saytın adıdır, veb səhifənin adıdır. Başqa sənədlərdə standartın olduğu mətndir. Burada əslində baxaq görək hansı variantlar daha uyğun gəlir. Buna uyğun veb saytın adıdır. E, Hipermətn xeyri bu ola bilməz. Veb səhifədəki ixtiyari mətn bu daha uyğun gəlir. Amma burada hipermətn deyir. Hipermətn burada artıq olacaq başqa sənədləri instansların olduğu mətndir. Düz bunlar haqqında bəlkə də dərsin içərisində məlumat verməyib, amma yenə də suallara baxaq. Veb səhifə hazırlamaq olmaz. Burada Paint proqramında hazırlamaq olmaz. Çünki Adobe Dreamweaver dedi, Notepad dedi, Microsoft Word dedi, Yukoz'dakı xüsusi proqram idi. Dördüncü veb saytın yaradılma məqsədi deyildir. Baxaq görək nə ola bilməz. Saytın aid olduğu şirkət haqqında informasiyanın çatdırılması bu ola bilər. Məhsul və xidmətlərin reklamı, bəli, bu reklam saytları var. Saytın aldığı olan şəxs haqqında informasiya ola bilər. Saytların daha yüksək keyfiyyətdə faylların daha yüksək keyfiyyətdə saxlanması bundan ötürü sayt yaratmağa gərək yoxdur. D variantı yanlışdır. 5 uyğun ardıcıllıqla düzəy. Demə birincisi layihə, layihələndirmə olmalıdır. 2 ilə başlamalıdır. Ona görə ADY getdi. 2-dən sonra gəlir nə olmalıdır? Dizaynın hazırlanması mı? Bir dəqiqə burada e, hansı dizayn hazırlanması yoxsa səhifə maketi? Təbii ki, burada maketin qurulması ən sonda üçüncü olmalıdır. Ona görə B variantı uyğun gələcək. Yəni layihələndirmə sonra dizaynın hazırlanması olmalıdır. Daha sonra səhifə maketlərinin qurulması, servisin proqramlaşdırılması, daha sonra saytın nəşri və informasiya, ən sonda isə müşayiət, texniki dəstək olmalıdır. Elə bir də müşayiətə görə tapmaq olardı. Sonu 3-dən bitən bir variantdadır. Uyğunluğu müəyyən edən 6-cı sualda HTML redaktorlarına hansılar aiddir? Yuxarıda qeyd eləmişdik. Adobe Dreamweaver aiddir. Mətn redaktorlarına hansılar aiddir? Notepad və WordPad aiddir. C-ləndir. Mətn prosessoru da nədir? Word proqramının özüdür. B variantı. Y variantı isə heç birinə daxil olmur. Sonra keçirik 15.2-ci bölməyə. 15.2-ci bölmədə biz artıq HTML nişanlama dili haqqında danışacağıq. HTML nişanlanma dili Hypertext Markup Language, yəni hipermətn nişanlanma dili kimi tərcümə olunur. Bu proqramın yaradıcısı Tim Berners-Lee hesab olunur. HTML dilinin köməyi ilə uzantısı .html və yaxud .htm ola bilər. Belə fayla HTML faylı deyilir. Burada Notepaddə boş HTML faylı yaradılıb sadəcə görünüş üçün. Deməli, burada önəmli olan nədir? HTML dilinin ən önəmlisi teqlərdir. Teqlər belə deyək, kiçikdir və böyükdür işarəsi ilə başlayır və sol tərəf olan, yəni kiçikdir olan teqin başlanması, böyükdür olan isə bitməsi bildirir. Və bitən zaman isə hökmən, yəni bitmədə bir dənə slash işarəsi olmalıdır teqin, yəni bitdiyini bildirən. İndi hər bir teqin əvvəlində, indi onu nümunələrdə göstərəcəyik. Burada teqin yazılışına böyük və kiçik hərflərin fərqi yoxdur. Yəni böyük də yazıla bilər, qarışıq da yazıla bilər. Hamısı kiçik də yazıla bilər.
Bu hissələr önəmli deyil. Keçirik teqlərə. Baxaq görək hər bir belə deyək, HTML sənədi iki hissədən ibarət olmalıdır. Başlıq head və body. Bədən gövdə hissəsindən ibarət olmalıdır. Və Prozon sənədi düzgün əks etdirməsi üçün bu hissələr bir-birindən təbii ki ayrılmalıdır. HTML sənədinin başlığı sənəd haqqında əsas məlumatı, gövdəsi isə məzmunu ifadə edilir. Başlıq hissədə sənəd haqqında məlumatı göstərmək üçün title, meta, link və sair teqlərdən istifadə olunur. Keçək, baxaq görək. İndi HTML təqinin belə deyək də başlığın yazılmasının və yazılmamasının nə kimi belə deyək e, fərqi var. Əgər bizim HTML sənədinin title təqinin məzmunundan götürülür başlıq, yəni yox, burada məsələn qeyd olunub başlıq. Title sözü ilə, yəni nə idi onun adı? Bildirilir. Əgər title tagin içərisi boşdursa və yaxud ümumiyyətlə yazılmayıbsa, o zaman həmin səhifənin o ad hissəsi o səhifənin URL ünvanı ilə göstərilir. Yəni qısacası title tagin içərisində biz nə yazırıqsa o saytın adını bildirir, yuxarı hissədə qeyd olunur. Əgər heç bir şey title içərisində yazılmırsa, o zaman həmin sənədin belə deyə faylın URL ünvanı göstərilir və yaxud saytın. Burada baxaq görək başqa nə var? HTML dilində sənədlərin formatlanması, siyahıların və cədvəllərin yaradılması, istinadların verilməsi və həmçinin qrafik, audio, video faylını yerləşdirmək üçün hər biri üçün teqlər mövcuddur. Bu teqlərdən ən birinciləri belə H1-dən H6-ya qədər olan başlıq teqləridir. Alt başlıqların verilməsi üçün nəzərdə belə deyək, səhifənin məzmununda başlıq və alt başlıqların verilməsi üçün nəzərdə tutulmuşdur. H1-dən H6-ya doğru teqlərin məzmununda olan mətnlərin qalınlıqları və şriftinin ölçüləri kiçilir. Yəni H1 H2-dən daha böyükdür. H2 H3-dən daha böyükdür. Burada da qeyd olunub. H1 olanda daha böyük və qalın yazılır. H6-da isə daha kiçik və nazik, ensiz yazılır. Yəni əmsal böyüdükcə ölçü kiçilir. Başqa hansı teqlər var mətnlər üçün? Biri HR teqidir. HR teqi nə edir? Horizontal sözündəndir. Ancaq sadəcə şaquli düz xətt, üfüqi düz xətt çəkir. PTG paraqraflar üçündür. Yəni bir mövzunun paraqrafını PTG ilə ayırırlar. Sadəcə biraz qalın və fərq böyük yazır belə deyək. B bold sözündəndir. BTG və qalın yazılır. Və eyni şəkildə BTG-dən başqa strong da bu ikisi həmişə bir gedir. Qalın yazmaq üçündür. Məsələn, sizə testdə düşəcək ki, aşağıdakı 5-6 dənəsini verəcək. Aşağıdakılardan hansında qalın yazıdan istifadə olunub? Qalın yazan teqlərdən istifadə olunub. Siz ancaq B-ni götürsünüz, səhvdir. B-nin strong'un içində götürməlisiniz. Hə, dediyim kimi, əgər tek açılırsa bu formada mötərizənin içərisində yazılmaqla açılır və hökmən bağlanmalıdır. Hə, bağlanarkən də teqin qabağına bir dənə slash işarəsi atılır. Burada da çünki o bağlanmanı bildirir. Strong teki açılıb, strong teki slash işarəsi ilə də bağlanılıb. Sonra gəlib kursiv əyri yazan bu i ilə göstərilir və yaxud ym ilə göstərilir. I ilə ym də burada sinonimdir belə deyə. Hər ikisi kursiv, yəni əyri yazır. U isə underline sözünləndir. Altdan xətt çəkir. Sonra keçirik, burada artıq nümunələr verib. Məsələn, Qarabağ Azərbaycandır. PTQ-nin içərisində yazılıb. O demək ki, bunu paraqraf formasında göstərib. P teqinin içərisində eyni şəkildə B ilə yazıb və B-ni hara yazıb? Sadəcə Qarabağın içərisinə yazıb. Yəni bu B teqi nəyin içərisində, nəyin arasındadırsa belə deyək, nələri və ya öz arasına belə deyək də yerləşdirirsə, həmin hissələr aid olur. Bu demək ki, Qarabağı sadəcə qaraldıb, digərlərin deyil. Strong teqidə də eyni şəkildə sadəcə Qarabağ qaraldıb. Kursiv I teqi ilə fərqlənir. Sadəcə Qarabağı əyri yazıb, YM teqi də eyni formada. Underline sözü də həmçinin sadəcə Qarabağ sözünün altına xətt çəkib. Burada bir dənə diqqət edəsiniz. UI Qarabağ, IU Azərbaycandır. Bu o deməkdir ki, Qarabağ sözünə ikisini eyni anda tətbiq edib.
Və yadınızda saxlayın ki, teqlər simmetrik olmalıdır. Yəni birinci axırıncı olmalıdır, ikinci axırdan ikinci olmalıdır, üçüncü axırdan üçüncü. Baxırıq burada U, I, U. Yəni bir-birinə həqiqətən simmetrikdir. Axırıncı, birinci də birinci ilə. Demək bu doğrudur. Əgər yerlər dəyişiyorsa təbii ki, yanlış olacaq. Burada B ilə i-ni, yəni qalınla i-ni, yəni italikə verib. B ilə B, i ilə i. Sadəcə Qarabağ sözü dediyimiz kimi yazılıb. Və yaxud B ilə B, U ilə U. Yenə Qarabağ sözünün həm altına xətt çəkib, həm qalın yazıb. Bir də B, U, I. Üçü də eyni anda verib. Yəni B ilə B, U ilə U, I ilə I. Qarabağ sözünün həm altına xətt çəkib, həm qalın yazıb, həm italik yazıb. Bundan başqa təbii ki, teklər mövcuddur. Sadəcə bunlar font teki kimi bir qismi artıq brauzer tərəfindən dəstəklənmir. 15.2-yə baxaq. Web səhifəni formalaşdıran faylların uzantısı hansılar ola bilər? Təbii ki, HTML ilə HTML demişdik. HTML sənədlər hansı teqlərlə məntiqi olaraq iki hissəyə bölünür? Bu da nə idi? Head və body, başlıq və məzmun. Üçüncü, ayrıcı düz xətt səhifədə formalaşdırmaq üçün hansı tekdən istifadə olunur? Bu da düz xətt idi. Üfüqi düz xətt HR. Ən böyük ölçüyə malik tegi təbii ki, ən kiçik olan idi H1. Səhifənin əsas məzmununu özündə saxlayan tek hansıdır? Bu body olacaq. Uyğunluğu müəyyən edin. Altdan xəttli yazı, bu gedir Y. Qalın yazan boldla strong idi. A-la D. Kursiv yazanda I ilə YM idi. B ilə C. Burada A-la D idi bu arada. A-la D. Keçən növbəti siyahıların yaradılması. HTML-də siyahılar üstü cür olur. Bir nizamlanmış və yaxud nizamlanmamış, nişanlanmış. İkincisi nizamlanmış, sıralanmış və yaxud nömrələnmiş. Üçüncü isə izahlı. Nizamlanmamış sözü unordered sözünəndir ingilis dilində. Unordered list. Unordered sözü U ilə başladığına görə UL. Yəni hər birindən baş hərfini götürürük. Unordered list. Bu OL teqidir. Elementlər isə L ilə LI tegi ilə müəyyən olunur. Hə, əgər bu siyahı nizamlanmayıbsa, yəni markerlənib belə deyək. Markerlənmişdə bu qabağında qara nöqtə ilə göstərilir. Yazılma forması da belə olur. UL teki başdan açılır. İçərisindəki elementlər li tegin içərisində yazılır. Sonra UL teki bağlanır slash işarəsi ilə. Burada da Şirvan məsələn içərisində yazılanlar da hər biri li teginin içərisindən açılır, tək-tək bağlanır. Təbii ki, buradakı birini açıb bağlamasaq səhifə işləməyəcək. Eyni şəkildə də slash-i qoymasaq bağlanmayacaq. Nizamlanmış siyahılar isə ordered listdir, yəni nömrələnmiş, sıralanmış. OL o zaman bizim tegimiz OL teg olacaq. O deməli O ilə başlayırsa sıralanmış, nömrələnmiş. U ilə başlayırsa markerlənmiş və yaxud nişanlanmış siyahıdır. Onların elementləri isə yenə li tegi ilə müəyyən olunur. Burada da yenə eyni şəkildə yazsaq, o L ilə yazdığımıza görə deməli bu bunu nömrələyəcək. Yəni 1, 2, 3, 4 formasında nömrəyə alacaq. İzahlı siyahılar isə description list ingilis dilindən izahlı list deməkdir. Baş hərfləri DL götürülür. Sözün təsviri isə DT tegi, izahı isə DD tegi ilə müəyyən olunur. Bu deməkdir ki, məsələn, burada yazıb ki, Bakı Azərbaycanın paytaxtı. Biz birinci bu ikisini də yazmaq üçün hökmən, yəni bu müddətdə indi mən bunu götürürəm. Yəni burada olanların hamısına və yaxud Ankara Türkiyənin paytaxtıdır. Bunun hamısını mən bir tekin içərisində yazacağamsa o DL-dir. Niyə? Çünki izahlı siyahıdır. Siyahıda Bakını verir, izahını verir. Ankaranı verir, izahını verir. Bu ümumi yazılış formasıdır, ümumi teqdir. Hər birini ayrı-ayrılıqda yazanda isə biz Bakını təyin edicidir də belə deyək. Yazırıq DT-nin içərisində. Amma onun izahı Bakının izahı aşağıdadır, DD teqinin içərisindədir. Azərbaycanın paytaxtı və yaxud Ankara təyin edici olduğuna görə biz onu birinci DT ilə veririk. Sonra isə keçib aşağıda onun izahını DD teqlərinin arasında veririk bu formada. İndi kiçik cədvəllər necə qurulur bəs?
Bunlar siyahılar idi. İndi keçək cədvəllərə. Cədvələ formalaşdırmaq üçün bir neçə tek kombinasiyasını istifadə etmək zəruridir. Birinci table tagi ilə biz cədvəlini təyin edirik, yəni yaradırıq. TR set table row sözündəndir. Sətirlərin təyin olunmasıdır. TH sütunun yəni table head sütunun başlıqlarının təyin olunmasıdır. TD də table description xanaların məzmununun təyin olunmasıdır. Deməli, bizim neçə dənə TR cütümüz olacaqsa, deməli o qədər sayda da bizim sətrimiz olacaq. Hər bir sütunların da başlığı hökmən TH ilə göstərilməlidir. Sütunun doldurulması isə TD ilə göstərilir. İndi biz bunu bir kod üzərində burada baxsaq, deməli birinci table tagə açılır, bağlanır və dediyimiz kimi burada bütün taglər simmetrik olmalıdır. Birinci gələn axırıncı gəlməlidir. Sonra keçirik nəyə? Hə, indi burada amma yəni bununla bunun axırıncı götürmürük təbii ki. Yəni eyni sütun daxilində. Məsələn, bununla bunun. Bu bir başlıqdır. Sütunun təbii ki birinci nə olmalıdır? Başlıqları. Həmin başlıqları bir sətirdə yazırıq. Sətir nə idi? TR, TR. Sətrin bu nə idi? Elementləri. Elementlər nədir o? Başlıq olduğuna görə birincilər TH ilə yazırıq. TH, TH, TH. TH-ın da içərisində olur, bağlanır. TH-dan açılır, TH ilə bağlanır. Keçirəm indi ikinci sətrə. Ana Rəşidov Şirvan. Bunu yəni adı ana, soyadı Rəşidov, şəhəri Şirvan. Bunu ardıcıllıqla dolduracağıq. Olacaq TR cütünün içərisində. Anar TD-nin içərisində, Rəşidov TD-nin içərisində və Şirvan TD-nin içərisindədir. Bu formada məsələn bizdən soruşa bilər ki, bu cədvəl neçə sətirdən ibarətdir? Və yaxud neçə sütundan ibarətdir? Bunu bir-bir doldurmağa ehtiyac yoxdur. Neçə dənə TR cütü varsa, o qədər sətrimiz var. 1, 2, 3, 4, 5. Həqiqətən bizim başlıq da nəzərə alınmaqla 1, 2, 3, 4, 5 dənə sütunumuz var. Sətrimiz var. Desə neçə sütunumuz var? O zaman TH-ların sayına baxırıq. TH cütlərinin sayı. Və yaxud hər TR-in içərisində neçə dənə sətr var? 1, 2, 3. Deməli 3 dənə də sütun var. Desə neçə xana var? O zaman 3-ü 5-ə vuracağıq. 15. Sətrin indi bəzən ola bilər ki, məsələn cədvəldə biz öyrəşmişik ki, biz bunu haşiyəyə alaq, içərisində damalarla ayıraq. Bundan ötürü border təqindən istifadə olunur atributundan. Border atributu ilə biz onun qalınlığını təyin edirik. Məsələn, border bərabərdir 1. Nə edir? Həmin sətrin qalınlığını belə deyək, bir təyin eləyərək, daha çox xətlərin. Onun hər bir elementini bir düzbucaqlının içərisində yazaraq cədvəl formasına keçirilir. HTML dilində bütün atribut dəyərləri dırnaq işarələri arasında verilir və atributların böyük və ya kiçik hərflərlə yazılması fərq yaratmır. Atribut dedikdə yəni buradakı borderlardan söhbət gedir. Burada da yəni yenə eyni şəkildir. Eyni elementlərdir. Sadəcə border bir verilib. Bununla da nə edib? Onu haşiyəyə alıb. 15.3 müstəqil qiymətləndirmə tapşırıqlarına baxsaq, nizamlanmamış siyahı. Nizamlanmamış deyirsə də o zaman bu nədir? Belə deyək, nişanlanmışdı. Nişanlanmış da nə idi? UL ilə DL, D var yəni. UL ilə LI. Nizamlanmış artıq nömrələnmişdi. Bu da OL ilə olmalıdır. OL. Li izahlı. İzahlıda nə idi? DL, DT, DD. Bu da olur D var. Yəni description list, description table və description yəni xananın belə deyək təsviri. Dedi. Keçirik dördüncü. Teqlərə görə alınacaq cədvəl neçə sütundan ibarətdir deyir. Sütun olması üçün biz demişdik ki, TH-ların sayına baxırıq. TH-ın sayı 2 dənə olduğuna görə deməli 2. Ümumi cədvəli və daxili xanaları əhatə edən xətləri formalaşdırmaq üçün border atributundan istifadə olunur. İndi bunun neçə xana, neçə sütun və neçə sətri var. Xanaların sayı birinci sətr sütunu tapmalıyıq. Sütunların sayı bəllidir. TH-ların sayından 3-dür. Sətirlərin sayı TR cütlərindən asılıdır. 1, 2, 3, 4. 4 dənə də bizim sətrimiz var.
Ona görə sətir sayı 4 B, sütun sayı Y və xana sayı da onların hasili D. Sətr üstünə vuranda xanaların sayını verir. Keçirik web səhifənin rəng sxemi, qrafik faylların yerləşdirilməsi. İstinadlardan istifadə. Deməli, web səhifənin rəng sxemi dedikdə onun ayrı-ayrı mətn hissələrinə, istinadlara, keçid edilmiş və ya aktiv istinadlara, səhifənin arxa fonuna və fərqli sahələrin arxa fonuna verilmiş rənglər başa düşülür. Web səhifədə rəng dəyərləri bir neçə formada verilə bilər. Rəngin ingilis dilində adı və ya 16-lıq kodu, dəqiqlik baxımından 16 kodlarından istifadə olunur. Əvvəlki versiyada web səhifədə onun fonun rəngi body tagində beige color atributu vasitəsilə verilirdi. Arxa fona şəkil yerləşdirmək üçün isə background atributunun e, qrafik faylın yolu verilir. Deməli, beige colorla atributu ilə biz nə edirdik? Web səhifəyə fonun rəngi, yəni arxa fonda olan rəngi verirdi. Arxa fona tutaq ki, rəng yox, şəkil yerləşdirmək istəyirsə, o zaman backgrounddan istifadə olunur. Linklərin də 4 dənə növü var. Yəni birincisi daha doğrusu yazılı mətndir. İkincisi link, yəni istinad. Üçüncüsü v-link. Dördüncüsü isə a-link. Link ümumidir. Və link, əgər həmin linkə kimsə, yəni saytda baxırsa, həmin adam üçün view link deyirlər də, yəni baxılmış link. Artıq o fərqli rəngdə göstərilir. A link isə aktiv linkdir. Bəzən o ki, linklər məsələn zamana görə qoyulur. Məsələn 3 gün aktiv, 5 gün aktiv. Əgər aktivdirsə fərqli rəngdə olacaq, aktiv deyilsə artıq başqa rəngdə olacaq. Deməli, arxa fon şəkli background bərabərdir faylın yolu, yəni faylın yolu da yazılı necə yazılır? Məsələn, fon nöqtə faylın adı da belə deyək. Arxa fona şəkil qoyanda BC color və şəklin DS işarəsində qarşısında olmaqla 16-lıq kodu. Mətin yazısının rəngi textdir. Fakt ola bilər ki, sən sayta daxil olmusan, həmin saytda olan bütün yazılar qırmızı rəngdədir. O, buradan təyin olunur. Text tag ilə. İstinadın rəngi, tutaq ki, ora bir link yerləşdiriblər. Həmin linki tutaq ki, yaşıl rəngə qoyublar. O zaman link bərabərdir rəngin kodu formada yazılır. Keçid olunmuş link. Tutaq ki, əgər həmin linkə kimsə baxıbsa, o zaman həmin şəxs üçün link bənövşəyi rəngdə olsun tutaq ki. Onda v-link bərabərdir bənövşəyi rəngin kodu. Aktiv istinadda məsələn olsun sarı rəngdə. O zaman a-link bərabərdir sarı rəngin kodu. Məsələn deyirik. İndi web səhifədə tutaq ki, bəzən olur ki, fon və yazılardan başqa arxa fona və ya ümumiyyətlə şəkil, GIF, video və s. əlavə eləmək lazım gəlir. O zaman qrafik fayllardan biz istifadə edirik. Qrafik faylların əlavə olunması üçün hökmən image tagi istifadə olunur və image tagi heç vaxt tək yazılmır. Image tagi CSS atributu ilə istifadə olunmalıdır. Yazılış forması da bu formadır. Image CSS faylın yolu. Yadınızda saxlayın ki, iki dənə tag var ki, onlar burada bağlanmır. Biri image-dir, açılıb gördüyünüz kimi, amma sonda bağlanmır. Yəni image sözünün özü ilə bağlanmır. Amma hansı ki biz demişdik ki, məsələn i tagi açılır da, i axırda slash i ilə də bağlanır. Və yaxud PTG, YMTG və s. və s. Amma burada gördüyümüz kimi image tag açılır və heç vaxt bağlanmır. Bir də HR tag-dir ki, bunlar sadəcə belə deyə açılır. Yəni bunu aparıb bağlamaq üçün slash HR yazmağa gərək yoxdur. Və yaxud image-də eyni şəkildə. Daha sonra nə idi? Qrafik görüntünün səhifədə üfüqi istiqamətdə düzləndirilməsi üçün P tagi vasitəsilə edilir. CSS atributundan başqa image tagində başqa atributlar da var. Alternativ atributudur bu, yəni alt söz qısa sözü ilə yazılır. Şəklin adını daha doğrusu hər hansı bir səbəbdən internetdən tutaq ki, həmin şəkil açılmırsa, orada hansı nəyə aid olduğunu qeyd etmək üçün bir kiçik alternativ yazı yeri açılır. Əgər şəkil açılmasa, ora bizim qeyd etdiyimiz, altda qeyd etdiyimiz hissə həmin yerdə göstəriləcək. Məsələn, tutaq ki, belə bir şəkildir. Tutaq ki, indi bu əgər məsələn bizə image series şəklinin ünvanı verib, yazılıb alt bərabərdir kürd sayı. Və bu şəklin də viz və age tagləri vasitəsilə, atributları vasitəsilə eyni uzunluğu
göstərilib. Bu o demək ki, hündürlüyü 200, eni 300 olan bir dənə şəkil yaradır. Əgər həmin bu şəkil açılırsa, JPG açılacaq. Əgər şəkil açılmasa, internetin sürəti zəif olsa və yaxud başqa səbəblərdə, o zaman bu hissəyə, düzbucaqlı 200 olan hissəyə sadəcə burada olan Kür çayı ifadəsi yazılacaq və altın işi budur. Şəkil açılmayanda ora belə deyək, gibi altta qeyd etdiyimiz cümlələr və yaxud söz birləşmələri burada qeyd olunur. Web səhifənin belə deyək, başqa sənədlərlə əlaqələndirməyə istifadə üçün digər səhifə və fayla yönləndirmək üçün A teqindən istifadə olunur. Sadə formada A, ref faylın yolu bu formada qeyd olunur. Və istinad şərtdə istinad sözü varsa hökmən hreflə, yəni olan variantı götürməliyik. Bu həmçinin body taginin background və başqa image taginin CSS atributunun dəyərləri üçün də eynidir. Məsələn, burada artıq bir nümunələr verib. Məsələn, tutaq ki, lokal kompüterdə və ya səhifənin aid olduğu saytın digər səhifəsinə keçid etmək üçün a href bərabərdir əlaqə.html əlaqə /a a tega açılır, bağlanır. Ref bu istinad olduğunu bildirir onsuz da. Çünki şərtdə onsuz bizə belə dedi, istinadlı növlərdir bunlar. Ref bərabərdir əlaqə.h. Çünki bizə nədir, lokal kompüterdə və ya səhifənin aid olduğu saytın digər səhifəsinə keçid. Yəni bu kompüterin içərisində olan əlaqə.html faylı da həmin lokal kompüterdə olan fayla keçid edilir. İnternetdə olan veb səhifəyə, veb saytın əsas səhifəsinə keçid. O zaman ref bərabərdir hər hansısa bir internet dediyinə görə link olmalıdır, saytın ünvanı olmalıdır. İnternetdə olan veb saytın digər səhifəsinə keçid. Burada artıq yenə eyni şeydir. Nə olacaq? Sadəcə fərqli olan e, səhifənin başqa bir səhifənin adı yazılır. Məsələn, news idi burada. Burada artıq olacaq mətbuat. Belə deyək. Qrafik fayla keçid. Qrafik fayla keçid o demək ref bərabərdir hər hansısa bir qrafik sonu faylı ilə bitən hissə olmalıdır. Səs faylında da keçiddə belə yenə eyni şəkildə ref bərabərdir səs faylı olan MP3 məsələn. Kiçik ölçülü qrafik fayla çıqqıldatmaqla böyük ölçülü faylın açılması üçün isə bu formada bir hissə verilməlidir. Hə, burada fərq nədir? Təbii ki, kiçik ölçülü şəkil deyirsə, ref bərabərdir simurq quşudur. Hə, burada əlavə olaraq image seyirci simurq quşu, alt simurq, viz 40-40, age 40. Bu demək ki, əgər üzərinə vuranda ekrana bu hissə açılsın. Bu axı şəklin açılmasıdır. Eni uzunluğu 40 olan kvadrat formasında olan bir dənə şəkil açılacaq. Şəkil açılmazsa yerinə simurq yazılacaq. Altda olan. 15.4-ün müstəqil qiymətləndirməsinə baxsaq, web səhifənin fon şəkli hansı teqdə verilən atributla müəyyən olunur? Web səhifənin fon şəkli hansı teqdə verilən atributla müəyyən olunur? Burada ən uyğun gələni hansıdır? Body teqindədir. Çünki biz şəkilləri harada yerləşdiririk? Body teqində yerləşdiririk. Web səhifənin fon şəkli hansı atributla müəyyən olunur? Fon şəkli atribut dediyinə görə background istifadə olunur. Əgər fon rəngi desəydi, o zaman BG koloru götürərdik. Qrafik faylı web səhifənin məzmununa yerləşdirmək üçün istifadə olunan tag hansıdır? Burada qrafik faylı əgər biz yerləşdiririksə, burada artıq olacaq CRC. Sadəcə burada atribut olsaydı daha dəqiq olardı. Çünki CRC atributdur, yəni tag deyil. Refer istinaddır, alt yenə atributdur, viz atributdur, BGK orada atributdur. Sadəcə web səhifənin məzmununa yerləşdirmək CRC ilə istifadə olunur. Doğru qeyd olunmuş istinad hansıdır? Baxaq görək problemlər olanları tapaq. Doğru qeyd olunmuş istinad. A variantında problem görünmür. B variantında da hər hansısa bir demək o ki, anlam eyni şey deyilmi? Hə, B variantında refin burada belə deyək də teki bağlanmayıb. Ona görə B variantı səhvdir.
C variantı şəkil belə deyək, istinad seyirci ilə yazılmır. Href ilə yazılmalıdır. D variantı hırf yazılıb. Səhvdir. Y variantında da yenə ref sözü, href sözü yazılmayıb. Belə normalda doğrudur. Ona görə elə A variantı doğru imiş. Qraf Palistan göstəricisi kimi istifadə olunub. 5-cidə deyir qrafik fayl. Birincisi istinadlarda ATQ ilə açılıb bağlanmalıdır. ATQ açılıb amma bağlanmayıb. A səhvdir. B variantında A açılıb bağlanıb. Hələ ki B-də problem görünmür. Amma qrafik fayl deyirsə biz ora şəkil yerləşdirməliydik. Ref ya hissəsi doğrudur. Amma biz bunu image tagləri ilə istifadə etməliydik. B səhvdir. C-də şəklin yerləşdirilməsi doğrudur, amma ref yoxdur və yaxud A tagi yoxdur. D variantında elə CSS tək işlənmir. CSS hökmən image-dən işlənməlidir. Y variantında baxaq, ref home HTML. Burada bir dənə boş səhifə yaradılıb, açılıb, istinad olunub. Orada da image CSS hər hansısa bir logo page alt small və tag A tag ilə də bağlanılıb. Y variantı ilə doğru imiş. 6-cı mətnin rəngi tekstdən göstərilirdi. A variantı keçid olunmuş, baxılmış, yəni D variantıdır. Aktiv istinadda C variantıdır. 15 ümumi tapşırıqlara baxsaq, veb səhifənin başlıq zolağındakı yazını başlıq deyirsə title'dır. Səhifənin əsas rəng sxemi hansı tagdə verilən atributla müəyyən olunur? Səhifənin əsas rəngi təbii ki, body'də olacaq. Məzmuna aiddir bu. Üçüncü, qrafik faylın yerləşdirilməsi üçün istifadə edilən tagin doğru yazılışı hansıdır? A variantı ümumiyyətlə səhvdir. Tərslə, slashlə başlamaz. B variantında problem görünmür hələ ki, amma bir dəqiqə burada Qarabağ PNG və alt bərabərdir Qarabağ. Alt bərabərdir Qarabağ bu image işlənməlidir. Ona görə səhvdir. C variantında problem odur ki, image tagə bağlanıb. Image heç vaxt bağlanmır. C səhvdir. D variantında problem görünmür. Keçək 5-ciyə. Yəni son varianta A serisi ilə də işlənməz. Ona görə D variantıdır. Doğru olan. Keçirik 4-cü. Qarabağ qrafik faylının istinad doğru göstərilib. Qarabağ qrafik faylı deyir. Yenə image slash ilə başlamaz. İstinad deyir burada. Bir dənə bax Y variantı da yenə burada səhvdir. A, B, C-də görə C-də yenə səhv odur ki, image tagindən istifadə olunub. B ilə D arasında istinaddan söhbət getdiyinə görə ref olmalıdır. Ona görə olsa ref olan bir dənə B variantıdır. 5-ci istinadın yazı rənglərini dəyişmək üçün hansı atributlardan istifadə etmək olar? Baxaq görək nə deyir? İstinadların yazı rəngini. Rəng deyirsə burada Z-Link deyə bir şey yoxdur ümumiyyətlə. Birləri göndərərik. Href ümumiyyətlə atribut deyir. Href atribut deyil. Ona görə elə ikiləri də göndərərik. Qalar 4, 5, 7. Həqiqətən link, alink və vlink. Bunlar istinadın rənglərini təyin etmək üçündür. B variantı mətnin kursiv yazılması YM və I idi. C variantı mətnin qalın yazılması isə B ilə strong idi. D variantı. Burada olanlara da heç birinə ehtiyac yoxdur. Hələlik sağ olun, növbəti dərsdə görüşənədək.